Salam, hörmətli müəllimlər. Mən MHM Tədris Mərkəzinin tarix müəlliməsi Süreyya Allahverdiyeva. Gəlin bu gün sizinlə möhtəşəm tarix test toplumumuzun içərisindən olan yeni tipli MİQ və sertifikasiyaya uyğun olan sualların bir neçəsinin izahına baxaq. Qəbulda daha çox rastımıza gələn mövzulardan biri təbii ki, Osmanlı mövzusudur. Azı bir 2 ya da 3 sual bizim qarşımıza çıxır, ən pis halda Osmanlı ilə bağlı. Osmanlı Səlcuq mövzusu ilə əlaqədar olan suallardan birinə baxırıq. Belə ki, deməli, test toplumumuzun Osmanlı ilə bağlı olan bölməsində 27-ci sualımız var. Bu arada onu qeyd edək ki, test toplumumuzda ümumi tarixdən bağlı ayrıca mövzular var və bütün proqramı əhatə eləyir və Azərbaycan tarixi ilə bağlı yenə ayrıca mövzular var və bütün proqramı əhatə edir. Deməli, 27-ci sualda göstərilir ki, uyğunluğu müəyyən edin, yəni biz düzgün cavabı tapmalıyıq. Belə ki, hökmdarlardan 1-ci Səlim verilib və 1-ci Süleyman verilib. Bu arada bu Venn diaqramının yeni modeli və yeni formasıdır. Bəzi müəllimlər dərsdə də bildirirlər ki, yəni bu sualın bizə nə istədiyini başa düşmürük. Sual onu istəyir ki, əvvəla 1-ci Səlimə aid olan xüsusiyyətləri tapmalıyıq, bu verilən 1-dən 3-ə qədər olan hissədə. Daha sonra Süleymana aid olan xüsusiyyətləri tapmalıyıq 4-dən 6-ya qədər verilən hissədə və 7-dən 9-a qədər verilən hissədə isə hansı ki, artıq ortada xətt işarəsi yoxdur. Səlimlə Süleymanın ortaq xüsusiyyətlərini istəyir bizdən. Deməli, sualları düzgün yazmağın birinci sirri sualı düzgün oxumaq və sualın bizdən nə istədiyini düzgün başa düşməkdir. Sualın modelini başa düşməkdir. Yeni tip model suallardan biridir bu ki, bu il MİQ imtahanında qarşımıza çıxan sual strukturuydu. Deməli, birinci sualımıza göstərilir ki, Səfəvilər ilə müqavilə imzalanması. Fikirləşirik, 1-ci Səlim, hansı ki 1514-cü ildə ilk Səfəv Osmanlı müharibəsini başladan idi. Onun dövründə müqavilə imzalandı mı? İmzalanmadı. Ona görə bir yanlış cavabdır və gəlin ənənəvi olaraq çıxma üsulu ilə çıxanda biri çıxdıq. Daha sonra ilk dəfə xəlifə titulunu qəbul etmişdir. Biz bunu Səlimə götürürük, uyğunlaşdırırıq. 2 doğrudur. Osmanlının Qaradənizə tək başına hakim dövlətə çevrilməsi. Biz bunu bilirdik ki, Fatih Sultan Mehmet 1461-ci ildə Trabzonu fəth etdikdən sonra tək başına hakim olur. Yəni bu da Səlimə aid deyil. 3-ü də biz burada çıxdıq. Deməli, yalnız 2-ni hələ ki götürürük. Səlimə. Süleymana gəldikdə isə Fransa ilə kapitulyasiya müqaviləsinin imzalanması. Bəli, imzalayır fransızlara, müəyyən imtiyazlı verir ticarətdə. 4 doğuludur, baxırıq onsuz 2-4 gedir. Korsika adasını fəth edib Osmanlı dövlətinə tabe etdi. Burada belə dedi bir hiləmiz var. Hilə nədən ibarətdir? Sualda bir tələmiz var. Korsika adasının fəth edilməsinə qədər hissə doğrudur, amma Osmanlıya tabe eləmir. Fransızların Korsika adasının işğalına kömək eləyir. Ona görə 5 yanlışdır. Deməli, 5-i çıxırıq, 5-i onsuz variantlarda yoxdur. Azərbaycanın